Ya Mevlana, Ya Sahib-el-Zaman. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Qovulmuş şeytanın şərrindən aləmlərin Rəbbi olan Allaha sığınırıq. Allaha pənah aparırıq. Rəhman və Rəhim olan Allahın adı ilə başlayırıq. Bildiyiniz kimi dua mövzusuna start veririk. Biz duanın nə olduğunu, duanı necə eləməliyik, duanın əhəmiyyəti, hansı hallarda dua eləməliyik, hansı hallarda kimlər üçün dua etməməliyik kimi mövzuları bu proqramımızda sizinlə birlikdə müzakirə eləyəcəyik. Dua sözü də'a sözündən olub çağırış mənasındadır. Yəni bir insanın özündən yuxarı bir mərtəbədə olan bir varlıqdan nəyisə istəməsi, ondan nəyisə umması, onu çağırması mənasındadır. Dua acizin, ehtiyaclının ehtiyacsız ilə, fəqirin qəni ilə, yaranmışın yaradan ilə, heç nəyi, heç kimi olmayanın hər şeyin maliki ilə, aşiqin məşuqu ilə, bir sözlə bəndənin öz məbudu ilə razı-niyaz eləməsidir, münacat eləməsidir. Onunla səmimi, öz qəlbindəki sözləri ilə danışmasıdır. Dua təkcə bir insanın dərdli, problemli vaxtında Allah qapısını döyməsi deyil, həmçinin də adi halda nemətlərlə dolub daşdığı günlərində belə Allaha tərəf üz tutması, onunla danışmasıdır. Belə ki, biz ancaq dərdimiz, problemimiz olanda gedib Allahın qabağında diz çöküb onunla razı-niyaz eləməli deyilik. Həmçinin də hər bir şeyimiz yolunda gedəndə, heç bir problemimiz olmayanda belə onun qarşısında diz çöküb ona həmd-ü səna eləməli, öz istəklərimizi ondan istəməli, nemətlərin müqabilində ona həmd eləməli, şükürlərimizi yerinə yetirməliyik. Təsəvvür edin, bir vəzifəli şəxsin qəbuluna düşmək üçün növbəyə durmalı, gün təyin eləməli, saat təyin eləmək lazımdır. Və hətta onun icazə verib-verməməsi isə sual altındadır. Amma Allah məsələsi bu cürə deyil. Allah ən uca varlıq olmasına baxmayaraq, ən ali varlıq olmasına baxmayaraq, bizlər onu istədiyimiz zaman qapısını döyə, öz razı-niyazımızı, öz dərdlərimizi, öz problemlərimizi, öz ürək sözlərimizi istənilən vaxt, istənilən saat, istənilən məkanda ona bildirə bilərik. Quran-Kərimdə maraqlı olan 2 dənə ayəni sizin nəzərinizə çatdırmaq istəyirəm. Allah Furqan surəsində buyurur ki, de ey mənim rəsulum, duanız olmasa Rəbbiniz sizə nəzər yetirməz. Başqa bir ayədə isə buyurulur ki, sizin Allah qatında dəyəriniz, hörmətiniz duanız qədərdir. Burada maraqlı bir dənə sual ortalığa çıxır ki, niyə görə bizim dəyərimiz, hörmətimiz Rəbbimizin yanında duamız qədərdir? Cavabı isə budur ki, dua bəndəliyin simvoludur, dua bəndəliyin rəmzidir. Dua ilə insan öz acizliyini, mənəmçiliyinin heçliyini ortalığa çıxardır və Rəbbinin hər şeyə qadir olmasını, onun məbud olmasını, onun Allahlığını ortalığa çıxardır. Bu səbəbdən bizim dəyərimiz, hörmətimiz, izzətimiz duamız qədərdir. Həmçində dua insanın daxilindəki bir ümiddir. Dua edən zaman insan ümidlənir. Bir şeyin, bir çətinliyinin həll olmasının ümidi yaranır onda. Baxın, müasir cəmiyyətdə texnologiyanın inkişaf eləmiş ölkələrdə intihar edənlərin sayı artır. Niyə görə? Çünki onların ümidləri puç olub, ümidsiz yaşayırlar. Gələcəkdən naümid olduqlarına görə onlar intihar yolunu seçirlər. Amma baxsaq, İslam ölkələrinə görəcəyik ki, onların daim gələcəyə dair nikbin ümidləri var. Nikbin bir nəzərləri var və bu onları həyatda saxlayır. Və bunu da bilmək lazımdır ki, bizlər Allahla danışan zaman, razı-niyaz eləyən zaman, dua eləyən zaman rəsmi yox, səmimi bir dil ilə danışmalıyıq. Nəinki rəsmi, şablon cümlələrdən istifadə eləməliyik. Əksinə, öz ürək sözlərimizlə, öz ürəyimizdən axan həmin o sözlərlə Allaha çağırmalı, Allahı zikr eləməli və ürək sözlərimizlə Allahla razı-niyaz eləməliyik. Son olaraq, İmam Əli əleyhissalamın Kumeyl duasındakı bir cümləsi ilə mövzumuzu yekunlaşdırmaq istəyirəm. Kumeyl duasında İmam Əli əleyhissalam buyurur ki, İlahi,
Duadan başqa heç nəyi olmayan bu bəndəni bağışla. Həqiqətən də bizlər özümüzə nəzər salsaq, nə bir ibadətimiz, nə bir elmimiz, nə bir savadımız, heç nəyimiz yoxdur. Bizim əlimizdə olan isə duamız və ümidimizdir. Allah bizi ümidlərimiz qədərincə bağışlasın və dualarımızı qəbul eləsin. Növbəti proqramlarımızda isə duanın əhəmiyyəti, hansı saatlarda dua eləməyimizin daha yaxşı olması barədə sizlərlə müzakirə aparacağıq. YouTube kanalımızı izləmədə qalın və bildikləri də açın ki, məlumatlı olasınız.